Hava hücumundan müdafiə sistemlərimizin arsenalında yer alan S-125 Pechora 2 TM. Sovet İttifaqı dağıldığı zaman onun hərbi arsenalı müttəfiq ölkələr arasında bölüşdürüldü. Azərbaycan da bu mirasdan öz payını aldı. Bu mirasın bir hissəsi də orta mənzilli S-125 zenit raket kompleksləri idi. Növbəti illərdə ölkəmiz Belarus və Ukrayna müəssisələri ilə bağlanmış müqavilə əsasında bu kompleksləri modernləşdirsə də, artıq onlar zamanının gerisində qalırdı. Bu səbəbdən də 2011-ci ildə Belarusdan 27 buraxılış qurğusundan ibarət 9 batalyon modernləşdirilmiş S-125 2 TM modeli tədarük edildi. Belarusun Tetraeder şirkəti tərəfindən modernləşdirilən 2 TM modeli üfüqi olaraq 3,5 km ilə 35 km, şaquli olaraq isə 20 metr ilə 25 km arası müdafiə diapazonu təklif edir. Eyni anda iki hədəfi izləyib vura bilən sistemin radarı 100 km aşkarlama mənzilinə sahibdir. Hər nə qədər Sovet məktəbinin məzunu olsa da S-125 günümüzdə hələ də effektivliyini qoruyub saxlamaqdadır.